Məmmədli Kemalettin 16 sehli. Necə keçdi sənin üçün imtahan? Yaxşı idi. Yaxşı idi. Suallar necə idi? Biraz çətin olsa da yazmaq olurdu yəni. Finalda görüşəcəksən. İnşallah. Çox sağ ol. Yaxınlaşaq Çingiz digər uşaqlarımıza. Salam. Özünüz təqdim edərdiniz, ad soyad hansı? Mən Quliyeva Maxru, mən 160 qati gimnaziya şagirdiyəm. Necə keçdi imtahan? Çox yaxşı keçdi. İnanıram ki, çox yaxşı yazdım. Mən çox yaxşı nəticə gələcək inşallah. Necə keçdi imtahan? Yaxşı. Organizasiya çox yaxşı olmuşdu. Suallar necə idi? Biraz çətin olmuşdu, amma biz hamısını yazdıq. Bəli. Finalda görüşəcəyik. İnşallah. Bəli. 18 nömrəli məktəb qədimli Yunus Akşin oldu. Necə keçdi imtahan? Yaxşı keçdi mənə görə, öz səviyyəmə görə rahat suallar idi. Ümidvaram ki, o biri turada keçəcəm. Yarın finalda görüşəcəyik. Mən Hacıyeva Ayan, Bəhruz qızı 8B sinifində oxuyuram. Bu mərhələdə 3-cüyə keçdik çox şükür. İndi inşallah 4-ə də keçərik. Asan da oldu, rahat oldu. Yaxşı yaza bildik. Özümdən 4-cü mərhələni də gözləyirəm. Yarın finalda görüşəcəyik. Aha, bəli, sağ olun. Oktay Məmmədli elə bu məktəbdədir. 161-də. Suallar necə idi Oktay? Suallar belə normal, asanlar vardı, çətinlər də vardı. Sənin üçün o birisi mərhələlər çətindir yoxsa bu? Bu mərhələ nisbətən daha çətindir. Bəli. Fətəliyev Maqsudam. Hansı məktəb? 160. Necə keçdi imtahan? Asan. Suallar necə idi? Yəni asan idi, belə çətin deyildi. Səncə yarın finala keçəcək? Bəli, bəli. Uğurlar sənə. Yaxşı, sağ olun. Aha. Salam. Salam. Sizi tanıyaq. Abbas Famir, mən 160 nömrəli klassik gimnaziyada. Necə keçdi imtahan? Yaxşı. Suallar necə idi? Asandır. Səncə yarın finala keçəcək? Bilmirəm, yəqin düşəcəm. Uğurlar sənə.